Bir gün oğul gece anasının xorultu səsindən narahat olur. Səhərə qədər yata bilmir. Səhər duranda oğul anasına deyir ki, səhərə qədər xorultu səsindən yata bilməmişəm. Ana isə utanmış halda cavab verir. Oğul, ola bilməz ki, mən xoruldayım. Oğlu deyir ki, mən bu gecə sənin xorultu səsini telefona yazacağım. Gecə olur, ana xorulduyur və oğlu anasının xorultusun səsin telefona yazır. Deyir ki, sabah anama göstərəcəm, sübut edəcəm ki, həqiqətən xoruldayım. Səhər tezdən durur, anasını çağırır, amma anası gecə yatarkən canını tapşırıbmış. Və oğul ondan sonra anasının xorultu səsi ilə yatmağa başlayır. Bir zaman onu narahat edən xorultu səsi artıq ona laylay kimi xoş gəlir. Analar ölməyə kaş.